Yəqin ki, bəzilərinizin lap köhnə illərdə efirlərdə gedən, həmçinin də internetdə gedən Lost serialına baxmısınız. Həmin seriala baxanda mən həmin vaxtı müxtəlif maraqlı ifadələrlə tanış olurdum. İngilis dilində baxırdım çünki seriala və o ifadələri özüm üçün qeyd eləyirdim. Bu gün həmin filmdən, həmin serialdan daha doğrusu sizə 10 maraqlı və işlək ifadə paylaşacağam. Gəlin başlayaq. Birinci ifadəmiz cat got your tongue. Bizim dildə də əslində həmin ifadə var. Kimləsə məsələn söz soruşuruq və o danışmır. Biz də deyirik ki, dilini pişik yeyib. Belə bir ifadə işlədirik, gülməli bir ifadə. Və ingilis dilində də eyni ifadə var. Cat got your tongue. Məsələn, you are being very quiet. Çox sakitsən. Cat got your tongue. Dilini pişik yeyib. İkinci ifadə give someone a hand, yəni kiməsə kömək eləmək. Bir növ bizim dildə belə bir söz var, kiməsə kömək əli uzatmaq. Bax, həmin ifadə o məntiqlə ingilis dilində də bu ifadə var. Yəni həmin ifadənin içində hand sözü işlənir, yəni əl mənasını verən hand sözü. Give someone a hand, kiməsə kömək eləmək, kömək əli uzatmaq. His suitcase was heavy, so I gave him a hand. Onun çamadanı ağır idi, ona görə də ona kömək etdim. Üçüncü ifadəmiz isə bununla bağlıdır. Biz məsələn öz dilimizdə deyirik ki, üçəcən say, üçəcən say. İngilis dilində buna deyirlər on the count of three. On the count of three. Üçəcən say. On the count of three, 1, 2, 3. Üçəcən say. 1, 2, 3. Növbəti ifadə isə I'm on it. Yəni mənlikdir, mən eləyərəm. Tutalım kimsə sizdən bir şey xahiş eləyir və siz də deyirsiniz ki, mənlikdir, mən edərəm. Bax, bu ifadənin mənası ingilis dilində I am on it, I'm on it. Məsələn, can you send that email today? Bu e-maili bugün göndərə bilərsən? Kimsə sizdən xahiş eləyir. No worries, I'm on it. Narahat olma, mən eləyərəm. Və yaxud da the printer isn't working again. Kimsə deyir ki, sizə printer işləmir yenə də. Və siz də deyirsiniz ki, I'm on it, let me check the cables. Mən baxaram, mən eləyərəm. Qoy kabelləri yoxlayım. Digər bir ifadə isə bizim öz dilimizdə var, aradan çıxmaq, girişməmək. Məsələn, hansısa bir problem olur və siz aradan çıxırsınız. Və yaxud da hansısa bir məsələdir, amma siz ona girişmirsiniz. Bunu ingilis dilində deyirlər run for the door. Burada məntiq nədir? Yəni, qaçırsan, qapıdan çıxıb gedirsən, söhbətin içindən çıxıb gedirsən. Məsələn, you are so brave to challenge yourself and to solve the problem. Sən çox cəsarətlisən, özünü challenge eləyirsən, çətinə salırsan və problemi həll eləyirsən. If it had been me, I would have run for the door. Əgər mən olsaydım, aradan çıxmışdım və yaxud da mən olsaydım, girişməzdim. Bax, bu mənada. Növbəti maraqlı ifadə, nə isə yenidən sınaqdan keçirtmək, yoxlamaq demək istəyiriksə, give it another go. Give it another go. Hətta bunu daha sürətli belə deyirlər. Give it another go. Give, vermək deməkdir, düzdürmü? Another go. Go isə getmək. Burada məntiq nədir? Give it another go. Bir daha bir şans ver. Bunu sına, getsin, davam eləsin, görək necə olacaq. Yəni, hər hansı bir şeyi yenidən sınaqdan keçirmək. She gave it another go, trying to remember what happened last night. O yenidən yoxladı, yenidən denədi, belə deyək. Nəyi yoxladı? Burada nədən söhbət gedir? Ötən gecə nə baş verdiyini xatırlamağa çalışırdı. Yenə də xatırlamağa çalışdı. Yenə də bunu sınadı. Bu ifadə başqa digər situasiyalarda da işlənə bilər. Məsələn, nəsə eləyirsən, alınmır və deyirsən ki, bir də yoxla. Give it another go. Bax, burada da bu ifadəni işlədə bilərik. Və növbəti maraqlı ifadə. Hold that thought. Hold that thought. Xəttə qal, dayan deməkdir. Hold bir şeyi tutmaq deməkdir. Thought isə fikir.
that thought. O fikri saxla. Yəni tutalım 2 nəfərdir söhbət edirsiniz və qıraqdan kimsə sizə bir söz deyir və siz də öz dostunuza deyirsiniz ki, söhbət elədiyiniz dostunuza hold that thought, yəni bir dəqiqə dayan, xəttə qal. Yəni indi biz nə danışırdıq? O dediyin fikri saxla, yadında saxla. Mən indi sənə geri dönüş eləyəcəm. Bax bu məntiqlə həmin ifadə bu sözlərlə ifadə olunur. Məsələn, John, hold that thought. I need to take this call. John, xəttə qal, dayan. Buna cavab verməliyəm. Burada situasiya budur ki, John kimləsə söhbət eləyir və həmin arada zəng gəlir və deyir ki, xəttə qal, mən bu zəngə cavab verməliyəm. Növbəti ifadəmiz try to keep your mind off it. Bu ifadənin mənası budur. Bu barədə düşünməməyə çalış, fikrindən at. Keep someone's mind off something. Burada da məntiq nədir? You keep your mind, öz beynini, öz fikrini oradan daşındırırsan, oradan çəkirsən. O fikirləri orada yox eləyirsən, söndürürsən. Bax, off ifadəsi oradan gəlir. Biz necə ki işlədirik? Off on, off söndürmək, on yandırmaq. O məntiqlə burada o ifadə var. You keep your mind off it. Yəni uzaq saxlayırsan beynini oradan nədirsə artıq. Məsələn, I know waiting for the results is hard, but try to keep your mind off it with a good movie. Bilirəm ki, nəticələri gözləmək çətindir, amma fikrini bundan yayındırmağa çalış. Yaxşı bir kinoya baxmaqla fikrini yayındırmağa çalış. Və daha bir maraqlı ifadə I'm in the middle of something. Əlimdə işim var deməkdir. I'm in the middle of something. Nəyisə ortası deməkdir, düzdürmü? Nəyisə ortasındayam. Yəni hansısa bir işin ortasındayam. Onu eləyirəm. Bax ona görə də o məntiqlə bu ifadəyə bizim dildə deyirlər, əlimdə işim var. Can we talk later? Sonra danışa bilərik. I'm in the middle of something right now. İndi əlimdə işim var. Və sonuncu ifadəmiz. Orada filmdə belə bir söz işlənmişdi ki, our nerves are stretched to the max. Bu ifadənin mənası budur. Bizim ifadə ilə əsəblərimiz tarıma çəkilib. Əsəblərim tarıma çəkilib nə deməkdir? Yəni əsəblərim maksimuma qalxıb, çoxdur. Bax buna görə də o məntiqlə o max sözü, maksimum sözünün qısa formasıdır. O ifadənin içində var. Stretch isə dartınmaq, daha da uzanmaq deməkdir. Nerves, sinirlər, əsəblər. Nerves are stretched. Sinirlərimiz qalxıb, uzanıb, to the max, maksimuma qədər uzanıb. Yəni, nəticə etibarilə əsəblərimiz tarıma çəkilib deməkdir. Məsələn, the deadline is tomorrow and nothing is ready. My nerves are stretched to the max. Son müddət sabahdır, amma heç nə hazır deyil. Əsəblərim tarıma çəkilib. Bu qədər. Ümid edirəm ki, bu ifadələri bəyəndiniz. Əgər bəyəndinizsə, şərh yazmağı unutmayın və həmçinin də videonu bəyənə də bilərsiniz. Təklifləriniz varsa, təklifləriniz barədə də aşağıda şərhdə bildirə bilərsiniz. Əgər görmək istədiyiniz mövzuda bir video istəsəniz, onu da aşağıda şərhdə qeyd edə bilərsiniz. Nəzərə alacağam, həmin mövzu ilə bağlı da video paylaşacağam. Görüşənədək.